Bugün 22 sentyabr 2024-cü ildir biz gəlmişik Qobustan rayonu Damlamaza deyilən kənd olub Qobustan rayonunda. Dərəkəndə yaxındır bu əraziyə. İndi kənd təxminən bu qayanın dalındadır. Bax bu kəndin məzarlığıdır. Kənd yolunun üstündə belə bir bulağa rast gəldi. Bu kəndin dediyim kimi məzarlığıdır. Bu kanyondur. Birazdan baxacaq bu kanyona. Qobudur. Orada 3 dirək olur. Yəqin ki, elektrik dirəyi olub. Nə olub orada? Özlüydü. Kəndin girişində belə bir bulaq var. Bulağın görünüşü qədimdən istifadə olunub. Bu izlər müasir izlərdir. Görürsünüz, bax. Beton. Quyu, müasir quyudur, belə deyim. Su quyusudur. Amma bu görünür ki, köhnədir. Çünki daşın işləməsindən indi qəfəsi deyə bilmirəm, amma daş düzümü köhnədir. Buradan çıxır, burada təzən yəqin örtüblər, su mənbəyi burada. Dağdan süzülən sulardır. Sən bana burada nəsə görünsün. Hayır, göründü. Süzülür, evdə yığılır. Həmçinin burada bax, bu geologlar bunu əlaqüstə structural geologlar bunu sevəcəklər. Çox xoşumuza gəldi bu. Sanki bir sənət əsəridir. Görürsünüz, yuxarıdakı qatı və buradakı formasiyanı. Baxırsan ki, nə qədər bura, nədir ki buranın sahəsi 40 metr kvadratda nə qədər gözəlliyi var. Hələ burada Qobustandır. Çoxsumuzun Qobustan rayonu arasında, belə deyim, çoxsumuzun orada heç nə yoxdur dediyi yer. Bax, bu qat görürsünüz, tərqidir. Bunun üstündə başqa cür quruluş var. Su mənbəyi olduğuna görə ağac da bitib. Bitkilər çoxdur. Biz bura gələndə quşlar uçurdu burada. Bayaqdan beli bağlı uçur burada. Belə.